Salam əziz abituriyentlər. Bugün mən sizə yenə də OTK Biologiya 20 sınaq test toplusundan 3-cü sınağın 16-cı sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, DNT molekulunda 20 nukleodit var. Bundan 15'i guanin nukleoditidir. Bu DNT molekulu 2 dəfə reduplikasiya olunduqda istifadə olunan guaninli nukleoditlərin sayı neçə olar? Əgər bizə 15 guanin verilirsə, demək bu birinci reduplikasiyada 30'a, yəni 2 dəfə artır 30 olur. İkincidə isə yenə 2 dəfə artır 60 olur. Demək 2 reduplikasiyadan sonra 60 nukleodit olur ki, bizdən isə deyir ki, demək 2 dəfə reduplikasiya olunduqda istifadə olunan, demək istifadə olunan deyirsə 15'i mövcud idi, var idi. Bunun üçün yekündə 60'dır. 60'dan 15'ini çıxırıq. Yəni istifadə olunan 45 nukleodit olur. Doğru cavabımız olur 45.